Allahümme salli ala Muhammed ve ala Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala seyyidina ve nebiyyina eşrefil enbiya'i vel murselin Ebu'l Qasim Muhammed. Ve ala alihi't tayyibin't tahirin la siyama baqiyetillah fil aradin. Vel la'nud daim ala a'daihim ecmaîn. لا سيما قتلة الحسين ومحبيهم وناصريهم وساكتين عن لعنهم من غير تقية يسكتهم. اللهم كن لوليك الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك توعا وتمتعه فيها طويلا وهب لنا رأفته ورحمته ودعاءه وخيره. Allah Teala İsra suresi 36. ayette buyurur ki: "Ve la taqfu ma leysa leke bihi ilm. İnne sem'a vel basara vel fuada kullu ulaika anhu kana mes'ula." Bu ayette Allah Teala buyurur ki: "Ve la taqfu ma leysa leke bihi ilm." Bilmediğin bir şeyin arkasınca gitme. Çünkü inne sem'a vel basara vel fuad kullu ulaika kana anhu mes'ula. Çünkü kulağın, gözün ve kalbin bütün bunlar hakkında senden soru-sual ediləcək. Ki bu ayə, bir qrup ayələr var Quran-ı Kərimdə ki Allah Teala zənnin arxasınca getməyi qadağan eləyir və yaxud da insanın bilmədiyi bir şeylərin arxasınca düşməyi qadağan eləyirdi. Deyirdi ki, hər hansı bir şeyin arxasınca düşmək istəyirsənsə, gərək o barədə bir elmin olsun, bir şey biləsən, biləndən sonra onun arxasınca düşməlisən. Çünki səbəbini də getirir həmin bu ayədə. Ki bu ayədə bu cür nə başlayır Allah Teala ki: "Və la taqfu ma leysa leke bihi ilm." Bilmədiyin bir şeydə dayanma. Bizim dildə bədii tərcümədə deyirlər ki, arxasınca düşmə. Yəni dayanma, bilmirsənsə orada dayanma. Amma səbəbi nədir? Səbəbi budur ki, inne sem'a vel basara vel fuad. Çünki qulaq, göz və qəlb bütün bunlar haqqında kullu ulaika kana anhu mes'ula. Bütün bunlar haqqında sorğu-sual ediləcəksiniz. Allah Teala burada səbəbini soruşur. Səbəbi bundan ibarətdir ki, Allah əgər sənə birdən nemət veribsə, o nemətin biri eşitmə, yəni qulaqdır, eşitmək üçün olan nemətdir. Biri gözdür, görmək üçün olan nemətdir. Biri qəlbdir. Qəlb özü nəyisə inanmaq üçün, nəyisə ürək bağlamaq üçün olan bir nemətdir ki, Allah Teala bunların hamısını bəyan eləyərkən buyurur ki: "Kullu ulaika kana anhu mes'ula." Bütün bunlar haqqında sorğu-sual ediləcək. Yəni əgər birdən nemət veribsə Allah Teala, demək həmin o neməti səndən soruşacaq. Hər hansı bir nemət verirsə soruşur və ən böyük nemətlərdən biri həmin qulaqdır, gözdür. Lakin qulaqla ki, qulaq haqqında soruşulacaq ki, nəyə qulaq assın? İndi vacib olan bir şeylər ki var, ona qulaq asmamısansa, sorğu-sualı olacaq, niyə qulaq asmamısan? Yox, haram bir şeydir, ona qulaq asmısansa deyəcək ki, niyə sən buna qulaq asmısan? Nəzər ki, bu ayənin təfsirində gələn hədislərin biri budur ki, İmam Rıza Aleyhisselamın yanına biri gəlir, deyir ki, mən özür istəyirəm, ayaq yoluna daxil oluram. Orada qonşu tərəfdə bir cariyə, qadınlar var ki, bunlar müğənnidirlər, mahnı oxuyurlar. Mən də bir balaca orada daha çox otururam. İmam deyir ki, get tövbə ilə və qüsl ol. Hətta müstəhəb qüsullardan biri budur ki, insan musiqiyə qulaq asandan sonra tövbə ki, haramdır, tövbə eləməlidir. Tövbə eləməyinə əlavə müstəhəbdir ki, həm də qüsl alsın ona görə. Bu deyir ki, axı mən bir şey eləməmişəm. Mən bir təbii ehtiyacım olan bir yerdir, gedmişəm orada biraz oturmuşam. İmam həmin bu ayəni oxuyur ona. Deyir, məgər bu ayəni eşitməmişsən ki, Allah Teala buyurur ki, həqiqətən qulaq, göz və qəlb bütün bunlar haqqında sorğu-sual olunacaqsınız. Yəni sən də qulağınla olsun orada oturmuşsan, amma bir qulağınla bir iş gördün, qulaq asırdın, haram olan bir şey dinləyirdin. Lakin burada indi gözdən də həmçinin vacib nəyi varsa və ya müstəhəb nə varsa ona baxmalısansa, indi baxacaqsan, lakin nə ki haramdır baxmısansa, onun haqqında sorğu-sual olacaq. Amma Allah Teala burada bu qulaqla, gözü saymaqla yanaşı bir də qəlbdən danışır. Vəl fuad. Qəlbdən danışmağa ayənin əvvəlinə işarədir. Ki, qəlb neyinir ki? Qəlbin işi nədir? Qəlbin işi neysə inanmaqdır. Neysə etiqad bəsləməkdir. Etiqad bəsləmək qəlbin işidir. Ola bilər ki, hətta bir şey insan bilsin, lakin etiqad bəsləməsin. Nəzər ki, Allah Teala müşrikləri məzəmmət eləyərkən buyurur ki, onlar Peyğəmbər haqqında deyir ki, onlar yəqinləri olduğu halda və yaxud da bəzi yerlərdə var ki, bəzi ayələrdə var ki, öz övladlarını tanıdığı kimi onu tanıyırlar. Deyir ki, onlar yəqinləri olduğu halda onu inkar edirlər, onu qəbul eləmədilər, təsdiqləmədilər. Yəqini var, öz övladını nə cür tanıyır, onu da tanıyır, bilir ki, Allahın elçisidir, lakin etiqad bəsləmir. Demək, etiqad bilməkdən əlavə bir şeydir. Neysə bilmək ayrı bir şeydir, neysə inanmaq ayrı bir şeydir.
İndi Allah Teala buyurur ki, bu qəlb haqqında da sorğu-sual olunacaq sizdən. Ona görə də baxmalısan, nəyə etiqad bəsləyirsən, nəyin arxasınca düşürsən. Elmin olmayan bir şeyin arxasınca düşməməlisən. Təbii ki, bu ancaq etiqad miqdarındadır. Lakin bundan əlavəsinə geçsək, hətta danışmağın özü belə, insanın bilmədiyi bir şeyi danışması şəriətimizdə haramdır. Bilmirsənsə danışma. Məsələn, bu barədə hədislər çoxdur, bəzi hədisləri sadəcə məsələn oxuyacağam. Səhihdir sənədi, yəni mötəbərdir. Kafidə Şeyx Kuleyni rəhmətullahi aleyh nəql eləyir ki, Hişam ibn Salimə sənədi gedir. Ki, qultu li Əbi Abdillah, İmam Sadiq əleyhissalama dedim ki, ma haqqullahi ala xalqih. Allahın yaratdıqları üzərində, bəndələri üzərində olan haqqı nədir? Ki, Allahın bəndələri üzərində bir haqqı var. Həmin o haqqı nədir? İmam dedi ki, ən yəqulu ma ya'lamun və yəkuffu amma la ya'lamun. İmam bir dənə cümlədə cəm elədi. Allahın haqqı çoxdur, lakin bir dənə cümlədə cəm eləyir. Deyir ki, ən yəqulu ma ya'lamun. Bildiklərini danışsınlar, bilmədiklərində sakit dayansınlar. Bilmədiyi bir şeydə sakit dayansın. Bildiyini danışsın, amma bilmədiyində sakit dayansın. Fəizə fəalu dalik. Əgər birdən bunu eləsələr, bildiyini danışsa, bilmədiyində sakit dayansa, fəqəd əddəv iləllahi haqqa. O zaman Allahın haqqını əda eləmiş olarlar. Allahın haqqını əda eləməyin yolu budur. İnsan bildiyini danışsın, bilmədiyini danışmasın. Və həmçinin digər, bu barədə olan məsələn digər hədislər mövcuddur ki, bu da zahirən, budur ki, mötəbərdir sənədi. Yenə də Şeyx Kuleyni nəql eləyir öz sənədi ilə İmam Baqir əleyhissalamdan. Ki, İmam Baqir əleyhissalam deyir ki, ma'alumtum fəqulu. Neyi bilirsinizsə onu danışın. Və ma ləm tə'ləmu fəqulu Allahu a'ləm. Amma bilmədiyimiz haqqında deyin ki, Allah yaxşısını bilir. Mən bilmirəm, Allah yaxşısını bilir. İnnər-rəculə, arxasıcan deyir ki, İnnər-rəculə ləyəntəzi'ulə ayə minəl-Qur'an yəxirru fiyhə əb'ad ma beynəs-səmai vəl-ərd. Deyir, çünki bir şəxs ola bilər ki, bir dənə Qur'anın ayəsini getirsin, amma sonra o ayəsini götürməyinə baxmayaraq gəlsin, yerlə göyün arasında nə qədər fərq varsa, o ayədən o qədər uzaqlaşmış olsun. Bilmədiyini ayə haqqında danışdığına görə. Çünki ayə haqqında danışırsansa, gərək bilgin olsun danışırsan. Bilmirsənsə, danışırsansa, ola bilər ki, yerlə göy qədər fasunol olsun ayə ilə sənin aranda. Hər bir halda bu bəzi hədislər, təbii ki, bu arada hədislərimiz çoxdur ki, bir budur ki, etiqad bəslədiyimiz şey, inandığımız şey gərək bildiyimiz olsun və danışanda da gərək bildiyimizi danışa bilmiriksə, sakit qalasaq. Və bunlardan gəldiyimiz xülasə nəticə budur ki, həm etiqad bəsləmək istəyirəmsə neyinsə var olduğunu bilmək istəyirəmsə, bu haqda məlumatım olmalıdır, elmim olmalıdır. Həm də neysə inkar eləyirəmsə, inkar eləməyim də bir elm üzərində olmalıdır. Yəni, neyinsə var olduğunu qəbul eləməyim də dəlil üzərində olmalıdır. Neysə inkar eləyirəmsə, inkar eləməyim də dəlil üzərində olmalıdır. Ona görə, hətta bəzi hədislərdə imamlar Allahı qəbul eləməyən şəxslə danışarkən bu üslubdan istifadə edirdi. Çünki Allahı qəbul eləməyən şəxs uzaqbaşı deyə bilərdi ki, məni üçün sabit deyil, bilmirəm. Amma deyə bilməz ki, heç bir şəxs dəlil təqdim eləyə bilməz ki, Allah yoxdur. Allahın yoxluğu barəsində heç kim dəlil təqdim eləyə bilməz. Düzdür, varlığının da isbata bir növ deyək ki, ehtiyacı var. Gərək isbat eləsə varlığını. Lakin inkar eləmək ki var, uzaqbaşı qəbul eləməyən deyə bilər ki, bəli, mən bilmirəm. Lakin inkar eləsin, inkarın özünün dəlilə ehtiyacı var. Ona görə bəzi hədislərdə gəlir ki, imam bir nəfər gəldi onun yanına, Allahı inkar edirdi. Allahı inkar elədiyi halda imam dedi ki, məgər göylərə gedmirsən və yaxud da yerin dibinə gedib daxil olmuşsan, şərqə, məşriqə və məğribə tərəf gedmirsən, gedib bütün bunların hamısını yoxlamısan, bütün bu yerlərin hamısına baxmısan və oradan görmürsən ki, Allah yoxdur, ona görə deyirsən, yoxdur. Bu şəxs dedi, yox. Dedi, onda hardan bilirsən ki, Allah yoxdur. Yəni, imam, təbii ki, Allah müəyyən bir yanda deyil, o göyə də getsə, Allah orada görməyəcəkdir. Sadəcə, imam istəyirdi buna bir növ deyə xatırlatsın ki, sənin bu barədə məlumatın yoxdur. Yəni, sən inkar eləməyin dəlilə ehtiyacı var. Sənin bir dənə dəlilin yoxdur ortada. Hər hansı bir dəlillə sən inkar eləyə bilmərsən ki, ortada çünki əlində hər hansı bir dəlil yoxdur. Bu imamın istifadə elədiyi yollardan biridir. Yəni, çünki doğrudan da ağıldır ki, əgər qəbul edirsənsə, qəbul eləməyin də dəlilə ehtiyacı var. İnkar edirsənsə, inkar eləməyin də dəlilə ehtiyacı var. Eləyə bilmərsən ki, nə üçünsə, əgər birdən var olması haqqında dəlili yoxdur, deyəsən birbaşa da bu yoxdur. Uzaqbaşa deyəcəksən, bilmirəm. Çünki üçüncü yol var. Biz bəzən unuduruq. Elə bilirik ki, bir şey ya vardır, ya yoxdur. Xeyr, burada varlığı haqqında bir dəlil olmalıdır. Yoxluğunu deyiriksə, yoxluğu haqqında dəlil olmalıdır. Bilmiriksə, nə varlığını, nə yoxluğunu deyəcək, bilmirik. Və əqidə də bu cür nədir? Əqidəni də geri bu cürünə qəbul edir. Hər hansı bir şey haqqında əqidə bəsləyiriksə, istər Allah barəsində, Allahın sifətləri barəsində, Peyğəmbər barəsində, Peyğəmbərin sifətləri, məsələn, məsumluğu barəsində, iman barəsində, 12 iman barəsində, onların sifətləri və digər cüz'iyyata da daxil olsaq, həmin o cüz'iyyatın özündə belə ya əlimizdə dəlil olmalıdır, həmin o dəlil əsasında qəbul edəcəyik, yox, neysə də inkar eləyiriksə, inkara da dəlilimiz olmalıdır. Əgər inkara dəlilimiz yoxdursa, uzaqbaşa deyəcək bilmirik.
Məsələn sadəcə bir nümunə verirəm. Biz Əmir-əl-Möminin Əli ibn Əbi Talibin peyğəmbərdən sonra xəlifə və imam olmasına, yəni fasiləsiz olaraq xəlifə imam olmasına əlimizdə dəlillər var, qəti dəlillərimiz var. İstər Qədr Xumunu getirək ki, bu öz-özlüyündə kifayət edirdi. İstər Maidə surəsi 55-ci ayəni getirək, istər həmin Təthir ayəsi ki, Əhzab surəsi 33-cü ayə və s. Qurani Kərimin ayələri dolu, hədislər bu barədə doludur. Yəqinimiz var deyə etiqad vəsilə ki, peyğəmbərdən sonra imam olmalıdır Həzrət Əmir-əl-Möminin və həmçinin ondan sonraki imamlar haqqında da. Əgər onun yerini qəsb eləyən şəxsləri biz qəbul eləmiriksə, inkar ediriksə, çünki inkara da dəlilimiz var. Əlimizdə qəti dəlillərimiz mövcuddur ki, hər kim Peyğəmbərlə Həzrət Əli əleyhissalamın arasında gəlib xəlifə olmuş olsa, istər bunlar o tarixdə olan kimi 3 nəfər getirək, istər 15 nəfər də olsaydı, fərq eləməzdi. Əlimizdə qəti dəlillər var ki, bəli, bunlar xəlifə və imam ola bilməzlər. Əgər belə bir iddia ediblərsə, yalandan bir olan iddiadır. Demək, bunlar qəsbkardır. Qəsbkarlıqlarını deyiriksə, əlimizdə dəlilimiz var. Buna görə etiqad vəslidir. Əgər etiqadımız olması üçün dəlilimiz kifayət qədər olmasaydı, qəbul eləməyəcəkdik. Bu, dediyim kimi, bütün məsələlərdə belədir. Hətta bəzi cüziyyat məsələlərində. Ki, məsələn, həmin məsələlərdən biri, sadəcə indi zehnimə gəldi, məclisdən və sual verilmişdi. Ona görə, məsələn, rəcəət barəsində olan etiqadımız var. Rəcəət budur ki, imamlar qayıdacaq. İmamların qayıtması haqqında etiqadımız var ki, bir növ deyək ki, İmam Zaman Ağa Əcəlallahu Teala Fərəcəhu Şərifin zuhurundan sonra həmin o zuhur ərəfəsində bir rəcəət olacaq. Bu barədə, yəni, dəlillərimiz doludur. Nə qədər dəlillərimiz, ziyarətnamələrə baxın, ziyarətnamələrin özündə də, Aşura ziyarətnaməsinin özündə, istər Cami-i Kəbirədə və s. və ilə axır bu barədə dəlillər çoxdur. Lakin bunu qəti dəlillərimiz var deyə tam qəbul edirik, inkar eləmirik. Tam qəbul edirik. Amma cüz'iyyatına daxil olanda filan şeydən əvvəl olacaq ya, məsələn, hansı imam, bütün imamların mı hakimiyyət olacaq, hakimiyyət olsa neçə ilə hakimiyyət olacaq və s. və ilə axır, bu cüz'iyyat olduğuna görə, çünki məsələ etiqadi məsələdir. Etiqadi məsələ olduğuna görə, oradakı dəlillər haqqında əgər kimsə yəqin əldə eləsə, etiqad vəsiləsi, yəqin əldə eləməsə, deyəcək ki, bu cüz'iyyatını bilmirəm, əsli məsələni bilirəm, bunun özünün, bu əqidənin var olduğunu bilirəm ki, rəcət olacaq, Əhl-i Beyt əleyhissalam qayıdacaq. Təkcə Əhl-i Beyt yox, yəni imanın ən zirvəsində olanlar, bir də küfrün ən zirvəsində olanlar bu dünyaya qayıdacaq. Lakin o cüz'iyyat ki var, hansından öncə, hansının hakimiyyəti neçə olacaq, bunlar barədə olan dəlillər əqidə üçün kifayət eləmədiyi üçün nə edirik? Təvaqquf edir. İnkar da eləmirik ya. Çünki inkara da dəlil olmalıdır. Təvaqquf edir. Təvaqquf nə edirlər? Bilmirik. Dayanırıq. Bu yol sadəcə niyə misalçı kimi çəkirəm? Məsələn, hədislə məşğul olan ən böyük alimlərimizdən biri Əllamə Məclisi Rəhmətullahi əleyh Biharul Ənvar kitabının sahibidir. Bu özü, baxmayaraq ki, hədislərlə bu qədər məşğuldur, gəlir rəcəətin özünün etiqadının zəruriyyətdən olduğunu deyir. Lakin cüz'iyyatına gəlincə deyir, burada olan hədislər ya bəziləri sənəd baxımından zəifdir, ya bəzilərinin arasında müəyyən ziddiyyətlər var deyə deyir, cüz'iyyatı haqqında biz təvaqquf edirik, bilmirik. Müasirlərdən də bəzi alimlər elə Əllamə Məclisinin sözünü deyirlər. Niyə? Çünki bu bizim böyük alimlərimizin o bir növ deyək ki, təqvasından meydana gəlir ki, nəyə etiqad bəsləyirsə dəlil əsasında etiqad bəsləyir. Dəlil olmasa etiqad bəsləməyəcək. Ona görə hər nəyin arxasınca düşürüksə düşək, gərək elmimiz olsun, əlimizdə möhkəm dəlil olsun, onun arxasınca düşək. Amma məsələ nədədir? Məsələ budur ki, görəsən hər bir məsələdə, bunlar hamısı bir müqəddimə də istəyirəm bu günə aid bir məsələyə getirim, sadəcə müqəddimə olaraq zikr edirəm. Çünki bəzi şübhələr var, o şübhələrə görə. Bu ki, etiqad bəsləməli, yəni bir növ deyək ki, bildiyimiz bir şeyin arxasında düşməli, bir bilmək nə edirik? Yəni, bilməyin dərəcəsi eynidir bütün məsələlərdə, ya yox? Məsələn, etiqadi məsələlərdə gərək yəqin həddində olsun ki, biz onu bilmək sayaq. Yəqin həddində olmalıdır. Yəqinimiz olmalıdır, yəni onun əksi və s. tərəfə getməməlidir. Bu qədər yəni, dəlillərimiz açıq-aşqar olmalıdır. Açıq-aşqar olmasa, heç uzaq başa inkarına da açıq-aşqar dəlilimiz yoxdur deyə deyəcək, bilmirik, qəbul eləmirik. Qəbul da eləmirik də o deməkdir, öyle qəbul eləməmsə, yəni inkar da eləmirik. Yox, bilmirəm. Hətta hədislərin özü haqqında bəziləri səhv salır bəzi hədisləri. Məsələn, müəyyən hədislər var, deyir ki, hədisi qəbul eləmək üçün böyük alimlərimizin də qoyduğu həmin o yollardan biri budur ki, gərək hədis, məsələn, səhih olsun, mötəbər olsun sənədi, gərək qəbul eləyəsən. Çünki mötəbər olmayan bir hədisi qəbul eləyə bilmərsən. Axı hədisi imama nisbət verirsən, deyirsən, imam bunu dedi. Gərək əlində dəlil olsun ki, imamın dediyini bilərsən ki, imam doğrudan bunu deyib. Dəlil yoxdursa, deyə bilmərsən imam deyib. Uzaq başa deyə bilərsən ki, imamdan rəvayət olunub. İmamdan bunun belə dediyini deyiblər. Amma deyə bilmərsən qəti olaraq imam deyib bunu. Ona görə də burada rical elmi var və s. və axır ki, müəyyən elmi bəhslər var ki, orada bunu sübut edirlər ki, bəli, imamın bunu deməsi üçün əlimizdə hansı əsaslar olmalıdır ki, ta mötəbər olmuş olsun deyə imam deyib. Amma bəziləri, yəni əgər birdən mötəbər olması o hədisi qəbul eləmirik. Bəziləri buna irad bildirmək üçün getirirlər ki, axı hədis var imamdan. İmam deyir ki, bir nəfər gəldi, yəni imamın yanına bir nəfər gəldi, deyir ki, mənə ravilərdən biri, yəni tanıyıram ki, məsələn, yalan danışandır və s. və axır. Bu gəlir sizdən bir dənə söz deyir. Mən onu inkar eləyə bilərəm yoxsa? İmam deyir, yox, inkar eləyə bilmərsən.
Ta ki, məsələn, günəşin məğribdən çıxdığını demirsə, ki, məzmununu deyirəm hədisin. Məğribdən, yəni günəş batdığı yerdən çıxdığını demirsən, yəni bu cürünə açıq-aşkar yalan bir şey demirsə, inkar eləyə bilmərsən. Bəzilə bu hədisi getir, deyir, hə, mənası nədir? Demək, nə qədər ki, hədis gəlsə, bu cürünə açıq-aşkar yalan olmasa, gərək qəbul eləyik. Xeyr, qəbul eləməyəcək. İmam inkarın hökmünü deyir. İnkar eləyə bilmərsən, o demək deyir, qəbul eləyə bilərsən. Bir qəbulumuz var, hədisi qəbul edirik, bir qəbulun inkarı var, bir də ki, hədisin elmini qaytaram imama. Deyirəm, bilmirəm. Elmini imam daha yaxşı bilir ki, nə məna. Əgər imam deyirsə, o yaxşı bilir ki, nə mənadadır. Bilmirəm. Üçüncü yol var. Bu hədis inkarı, çünki hədisin inkarının da dəlili olmalıdır. İnkar eləyirsən ki, belə bir şey yoxdur, imam belə bir şey deyə bilməz, bunun üçün dəlil getirməlisən. Nə cür ki, imam belə deyib demək üçün də əlində dəlil olmalıdır. Yox, əgər heç bir nə dəlil yoxsa, deyəcəksən, bilmirəm, əməl də eləməyəcəksən o hədisə. Dayanacaqsən, təvaqquf eləyəcəksən. O ki, hədislərimiz var ki, şübhəli yerdə dayanmaq həlakətə düşməkdən daha xeyirlidir, o belə-belə yerlər üçündür. Etiqadi məsələlər üçündür. Amma dediyim kimi, bu ki, bilmək var, deyir ki, bilmədiyin bir şeyin arxasınca düşmə, bu bilmək nə edir? Etiqadi məsələlər də qəti şəkildə açıq-aşkar olmalıdır. Amma hər bir məsələ də etiqadi məsələ kimi deyil. Yəni, məsələn deyək ki, şəriətimizdə müəyyən qayda və qanunlar var ki, müəyyən yerdə bilmək, filan dəlillərlə bilmək sayılır, qurtardı getdi. Məsələn, bəyyinə deyilən bir şey var şəriətdə. Bəyyinə nə edirlər? Bəyyinə həmin o şəriət məhkəməsi ilə neysə isbat olmasıdır. Və yaxud da adi gündəlik həyatımızda neysə isbat olması üçün müəyyən əlimizdə olan dəlillərə deyirlər ki, şəriətin təqdim elədiyi dəlil sayılır. Yəni, o bilmək budur ki, yəni, dəlilsiz arxasında düşmə. Amma dəlil yerindən yerinə fərq edə bilir. Məsələn, Allahın varlığı haqqında olan dəlil gərək tam açıq-aşkar olsun. Peyğəmbərin varlığı haqqında olan dəlil gərək tam açıq-aşkar olsun. Yəni, adi bir şəxs gəlsin, dursun, desin, mən Peyğəmbərəm, bunu qəbul edə bilməzsən ki, açıq-aşkar dəlil olmalıdır. Amma, məsələn, deyək, hal-hazırda bu qabın nəcis və ya pak olmağını bilməyim üçün buradakı dəlil fərqli dəlildir. Şəriət deyir ki, bir şeyin nəcis olmağını bilmək istəyirsənsə, bilmək istəyirsən o nəcisdir ya pakdır, burada bəyyinən olsa kifayət edir. Yəni bəyyinə nə edirlər? 2 dənə ədalətli şəxs gəlib sənə xəbər versə ki, bu qab nəcisdir, artıq bununla gəlir nəcis kimi davranasan. Burada artıq bilmiş sayılırsan sən. Ola bilər o 2 nəfərdən sənə tam yəqin gəlməsin. O 2 nəfər də ədalətli şəxsi gəlib xəbər verir. Yəqin gəlmir mənə. Amma bu şəriətdə dəlil sayılır. Dəlil sayıldığına görə bu deyibsə ki, əgər birdən bu nəcisdir, gəlin bununla nəcis kimi davranasan. Deyənmərsən ki, bu mənim üçün tam açıq-aşkar olmayıb, ürəyimdə şəkk etməyib və s. Şəkk gün getdi, getmədi. 2 nəfər ədalətli şəxs gəldi, dedi, kifayət eləyir. Və yaxud da hətta məhkəmə məsələsində qazı da elə bilmir, adi məhkəmə məsələ hakimi deyir, məhkəmə hakimi, yəni İslam məhkəməsi hakimi, yəni qeybət dövründə və s. gəlir müctəhid olsun. Amma lap heç bunları qoyuram qırağa, imam özü ki, imam da qazı idi. Peyğəmbər özü qazı idi. Peyğəmbər qəzavət eləyərkən nə ilə hökm eləyirdi? Bəyyinə əsasında. Hədisi var hətta açıq-aşkar. Peyğəmbər deyir ki, mən sizin arvuzda bəyyinə və yəni and ismi edirlər. İslam məhkəməsində qayda budur ki, bir şeyi iddia eləyən tərəf gərək 2 dənə dəlil getirsin, inkar eləyən, yəni kimin ki əleyhinə iddia olunur, o isə and içici. Yəni 2 nəfər dəlil getirməli. Məsələn, bir nəfər iddia eləyir ki, tutam ki, bu qab mənimdir. Gərək 2 dənə dəlil getirsin. 2 dənə dəlil necə? 2 dənə ədalətli şahid getirsin. Əgər getirə bilmirsə, bu qab ki, kim ki inkar eləyir ki, yox, onun deyil, mənimdir. Yəni, kim ki inkar eləyirdi. Həmin o şəxsə deyəcək ki, bu dəlil getirə bilmir, sən and iç. And içsə kifayətlə həmin o qab onda qalacaq və s. öz yerində olan qaydalar əsasında. Peyğəmbər deyir ki, mən sizin arvuzda bu zürnə hökm eləyirəm. Yəni, Peyğəmbərin belə vəzifəsi bu idi. İmamın belə vəzifəsi bu idi. Hətta imam və Peyğəmbər qeybə elmindən istifadə edə bilməzdi qəzavət məsələsində. Qeybə elmindən istifadə, məsələn, qeybə elmi ilə bilir ki, bu 2 nəfər ədalətli cəmaatın ədalətli tanıdığı adamdır və s. Bu bəlkə də yalan deyil, bəlkə də səhv salıblar. Amma bunlar gəlirlər, şəhadət verirlərsə, filan kəs oğurluq eləyib. 2 dənə ədalətli şəxs deyirlər, biz gördük ki, filan kəs oğurluq eləyib. Gərək neynəsin? İmam bu barədə, yəni bu 2 nəfərin şəhadəti ilə hökm eləsin. Və həmçinin Peyğəmbər də gərək bu zürnə hökm eləyəydi. Ona görə Peyğəmbər bu hədisdə deyir ki, mən sizin arvuzda bəyyinə və yəminlə, yəni o 2 dənə ədalətli şəxsin şəhadəti ilə hökm eləyirəm. Əgər birdən nəsə bir başqa cür olmuş olsa, vaqiyə gerçəkliyi başqa cür olsa, Allah Taala qiyamət günü ona əvəzini ödəyəcək. Çünki başqa bir yol yoxdur burada. Əgər birdən deyirsən ki, yol tam yəqin olmalıdır, cinayətlərin əksər hissəsini tam yəqin isbat edə bilmərsən. Cinayətin isbat yolu həmin bu idi. Düzdür, müəyyən cinayətlər fərqlidir. Məsələn, zinanın özü üçün 4 dənə şahid olmalıdır, 2 dənə kifayət eləmir. Hətta 3 nəfər doğrudan da görmüş olsa, gəlib danışmış olsa, 4-cü adam tapılmasa, bu 3 nəfərə şəriət deyir ki, cəza verməlisən, onlara iftira atır deyə cəza verəcəksən, şallaq vuracaqsan. Ta ki 4 nəfər olmalı idi. Çünki 4 nəfər olmayıb da niyə gəliblər şəhadət verirlər? 4 nəfər doğrudan da bu hadisəni görürsə, gəlib şəhadət versə, qurtardı getdi. Buradakı dəlil 4 nəfər lazımdır. Amma məsələn, oğurluqda isə 2 nəfər lazımdır. Görürsünüz, yerlər, yəni bu nə üçün demək istəyirəm? Yəni həmin o dəlil ki, nəyə inanmaq üçün olan dəlil yerindən yerinə fərq eləyə bilir, yerindən yerinə dəyişə bilir.
İndi bu şəriətdə olan misaldır. Məsələn, tarixi hadisələr getirik. Tarixi hadisələrdə olan dəlillər lazım deyil ki, hətta məsələn, şəriət hökmünü isbat etmək üçün fəqih gərək hədisin sənədlərinin hamısının sabit olduğunu bilsin və onun əsasında şəriət hökmü versin. Əks təqdirdə verə bilməz. O ki, bəziləri şübhə ortaya atırlar ki, məsələn, müasir müstəhidlərdən bəzilərindən nəql edirlər ki, axı hədis var ki, məsələn, deyək ki, tovuz quşunun əti haramdır. Amma məsələn, müştəhidlərdən biri gəlib deyir ki, o tovuz quşunun əti halaldır. Görürsünüz, imamın sözünün əksinədir. İmamın sözünün əksinə deməyir. İmamın sözünün əksinə də deməyib. Niyə imamın sözünün əksinə deməyib? Ona görə imamın sözünün əksinə demiş sayılmır ki, axı imamın bu cür nə deməsi ki, tovuz quşu haramdır, bu gəlir birinci sabit olsun. Dəlillə gərək sabit olsun ki, doğrudan imam bu sözü deyib. Bu müctehid həmin o hədisin sənədindən irad bildirir deyə, yəni sənədim onun üçün sabit olmayıb deyə, artıq bunun üçün sabit olmayıb ki, imam belə bir söz deyib. Belə bir söz demək sabit olmadığına görə, imamın digər sabit olan hədisə əsasında ki, imam deyir ki, hər bir şey sənin üçün halaldır, onun haramlığını bilməyənə qədər, bu da şəriətimizdə olan dəlillərdən biridir, bir şeyin haramlığını bilməyənə qədər o sənə halaldır. Həmin bu hədisi getirib dəlil olaraq təqdim edir və deyir ki, bəli, tovuz quşu halaldır. Yenə də imamın sözündən kənara çıxmadı. İmamın elə sözünü istifadə elədi. Başqa bir şey, sadəcə o haramlığını deyən hədis bunun üçün sabit olmadığına görə onun əsasında hökm vermədi, çünki dəlil sabit olmayıb. Amma bu şəriət məsələsindədir. Amma tarixi məsələlərdə bu cürünə getməyəcəksən. Niyə? Məsələn, adi insanları getirək ki, biz tarixi hadisələri nə cür öyrənirik, nə əsasında öyrənirik tarixi hadisələri? Tarixi hadisələrdə bəyəm bütün hər bir şeyin o sənədinə baxılır. Yox, tarixi hadisələri öyrənməyin yolları var. O yollardan neçə cür yollar var? Məsələn, tarixi kitablar qeyd ediləsin. Laf filan kəsdən neçə yüz il sonra yaşayan adam olsun. Məsələn, deyək, Makedoniyada İskəndərin hadisəsi haqqında ondan neçə yüz il sonra gəlib məlumat yazan tarixçi alimlər var. Həmin o tarixçi alimlər baxmırlar ki, bu neçə yüz il sonra gəlib bunu yazır. Amma deyirlər, tarixi kitablardadır və bu məşhurdur, bu şöhrət kifayət edir. Məşhurluq kifayət edir orada. Məşhur olması kifayət edir, tarixi hadisələrdə məşhurluq kifayət. Və həmçinin onun kimi nə qədər yerlər var. Məsələn, deyək ki, qəbir, hər hansı bir qəbir ki mövcuddur, o qəbirin kimə aid olması bu məşhurluqla kifayət edir. Şəriətimizdə də bu məşhurluqla kifayət edir. Ümumən insanlar arasında bu cürlə kifayət edir. Məsələn, deyək ki, hal-hazırda Azərbaycanda olan indi məşhur qəbirlərdən, adı indi qəbirlərdən birini gətirək. Tutalım ki, məsələn, Nizami Gəncəvinin qəbri Gəncədə. Hardan bilik ki, o oradadır? Yəqimiz ola bilər. Yəqimiz biz oradan yanımızda dəfn olmayıb, bir şey olmayıb. Sadəcə məşhurdur, nəsildən nəsilə ötürüblər bu cürlə ki, Nizami Gəncəvi burada dəfn olunub. Ona görə deyir, hamı deyir ki, yəqinlə hamısı danışanda deyir ki, bəli, Nizaminin qəbri oradadır. Amma bu yəqin həmin o yəqindən deyil, amma bu bilmək sayılır. Niyə? Çünki bu məşhurluq burada kifayət edir. Və yaxud da başqalarına götürünlər, istər 300 il bundan öncə ölmüş olsun, istər 1000 il bundan öncə ölmüş olsun. Həmin o məşhurluq kifayətdir burada. İndi məsələ nəyə getirir? Bu müqəddimə nə üçün edir? Ki, bəzi şəxslər, hətta təəssüf olsun ki, bəzi qardaşlarımız, xanım Ruqayyə Səlamullahi Aleyhanın var olmasına şübhə altına alınlar. Ki, xanım Ruqayyə Səlamullahi Aleyha görəsən var ya yoxdur. Və bu barədə müxtəlif fikirlər söyləyirlər və müxtəlif dəlillər təqdim eləməyə çalışırlar ki, görəsən İmam Hüseyn əleyhissalamın Ruqayyə adında bir qızı var ya yox. Ki, və təbii ki, bu bir növ deyək ki, bəzi yerlərdə, bəli, bu barədə araşdırmalar var, bəzi alimlərin müxtəlif fikri ola bilər, təbiidir. Lakin məsələ nədən? Məsələ birinci budur ki, xanım Ruqayyə Səlamullahi Aleyha və həmçinin digər tarixi şəxsiyyətlər bu tarixi bir hadisə olduğuna görə bunun dəlilini araşdırarkən gərək tarixi hadisələrdə dəlil nə sayılır, onu biləsən və onun əsasında araşdırasan məsələni. Dediyim kimi, etiqadda istədiyimiz kimi o yəqin var, o yəqini biz getirib bu cürünə tarixi hadisələrdə o cürünə yəqinlə iş görə bilməyəm. Ona qalsa gərək əksər tarixi məlumatların hamısını ataq qırada. Əksər tarixi məlumatları. Təkcə dini şəxsiyyətlər haqqında yox, digərləri haqqında da. Hansıda bir tarixdə yaşayan bir şəxs haqqında olan məlumata nə cür əldə edəcək? Bir yolları var, həmin bunun isbat yolları. Birinci, ilk olaraq onu demək istəyirəm ki, bəli, isbatının da dəlilə ehtiyacı var, belə bir şəxsin var olmasına. Amma inkarının da dəlilə ehtiyacı var. Və indiyənə qədər demək olar ki, mən bir dənə alimimizi görməmişəm ki, gəlib demiş olsun ki, belə bir şəxs olmayıb, inkar eləsin birbaşa. Niyə? Çünki inkar üçün dəlil olmalıdır, ortada dəlil yoxdur. Uzaqbaşı bəzi çox az şəxs olur, bir neçə nəfər olar alimlərlə. Bunlar şəkk eləyiblər. İnkar da eləməyiblər. Çünki inkarın özünün dəlilə ehtiyacı var. Dediyim kimi, dəlil yoxdur ki, harada əks məlumatın var ki, sənin belə bir şəxs olmayıb. Gərək inkarın özü üçün dəlilin olmuş olsun. İnkarın özünə, bunlar da alim dedi, inkarın özünə dəlilləri olmadığına görə, sadəcə isbat üçün olan dəlilləri, indi bəziləri şəkk elədiyinə görə, ya müəyyən, məsələn, tam sabit olmadığına görə deyiblər ki, biz şəkk eləyirik. Biz şəkk eləyir, Allah kömək olsun. Özü bilər, yəni kəşk eləyən şəxsə nə deyəcək ki? İndi bunun üçün tam əminlik hasıl olmayıb. Əminlik hasıl olmayıb. Amma inkar elədiyi ki, belə bir şəxs olmayıb, xeyr. Çünki belə bir şəxs olmayıb haqqında dəlil olmalıydı, dəlil yoxdur. Hətta burada əksinə dəlillərimiz də var, deyəcəm, məşhurluq haqqında sadəcə
Bəziləri ki, bəzi qardaşlar bu cür nə bir iradə hətta bildirirdi ki, deyir, məsələn, deyir, məşhurluğa qalsa, çünki tarixi hadisə olaraq düşür, deyir, Həzrəti İsa'nın çarmıxa çəkilməsi məşhurdur. Onda gərək biz bunu da qəbul edəyik. Halbuki bunu deyən fikirləşmir ki, əgər bizim bunun inkara əlimizdə dəlilimiz olmasaydı, bəli, bu məşhurluğu bizə götürəcəkdi. Digər peyğəmbərlərin harada necür ölməsini necür sabit edir? Məşhurluqla. Həzrəti Cərcis haqqında məsələn məşhurdur ki, bunu neçə dəfə doğrayıblar, neçə dəfə məsələn yandırıblar. Hardan götürür? Məşhurluqla. Və yaxud da digər peyğəmbərlərin məsələn öldürülməsi və yaxud da ölməsi haqqında hansı məlumatlar getirir? Məşhurluqla. Həzrəti İsa'da çünki bu məşhurluğun müqabilində daha güclü dəlil var deyə Allah Qurani-Kərimdə inkar eləyib deyə ki, onu öldürməyiblər. Bəli, biz deyirik ki, bu məşhurluğun heç bir dəyəri yoxdur. Niyə? Çünki müqabilində daha güclü dəlilimiz var. Dəlilimiz olduğuna görə inkar eləyir ki, o öldürülməyib. Əgər birdən bu dəlilimiz olmasaydı, biz də qəbul edəcəkdik ki, bəli, onu çarmıxa çəkiblər. Amma orada əksinə dəlilimiz var deyə inkar edə bilirik onu. Amma digər tarixi hadisələrdə baxmalısan, əgər məşhurluqdursa, məşhurluq özü kifayət eləyəcəkdir. Amma nə cür yəni məşhurluq kifayət eləyəcəkdir? Burada bir xüsusi dəlillərə baxacaq, bir də ümumi, yəni tarixi məlumatlar iki cürdür. Bəziləri yazılı məlumatlardır, bəziləri şifahi məlumatlardır. Məsələn, nə qədər tarixi məlumatlar və tarixi hadisələr var ki, bunlar şifahi şəkildə gəlib bizə çatır. Məsələn, adi bir dənə dediyim kimi, vəyaqları misal çəkmişəm deyə onun üzərində deyənim, Nizami Gəncəvin qəbrinin olması bu şifahi tarixdir. Nəsildən nəsilə ötürüblər, gəliblər, deyiblər ki, bəli, bunun qəbri buradadır, ona görə də hamı deyir ki, bəli, qəbri buradadır. Və qəbri olaraq da bilirlər. Təbii ki, ona misal çəkiblər, digər tərəfləri də gedə bilərik. Sadəcə istəmirəm ki, bəziləri buradan səhv anlayar, getirib şək küpəyə salmaq istəyirlər məsələni. Şək küpəyə götürsən, məsələn, deyək ki, hətta yəni bir çox yerlər ki, mövcuddur, hətta bəzi müqəddəslərin qəbirləri və s. o da o cür nədir? Yəqin orada nə cür götürəcəksən ki, elə hal-hazırda buradadır, bu yerdədir. Ancaq məşhurluq, şöhrət özü kifayət eləyir. Şöhrətin özü kifayət eləyir. İstər Azərbaycanda olan bəzi məsələn deyək ki, indi deyək ki, əgər məşhurluğu məsələn sabitdirsə ki, bəzi müqəddəs yerlər olsun, istər digər yerlərdə olan bəzi müqəddəs yerlər. Məşhurluq özü kifayət eləyir. Bu dediyim kimi sadəcə dünyadan bir misal çəkirəm ki, digərlərinin də qəbirləri var. İstər məsələn başqa ölkələrə gördünüz, dinə o qədər də aidiyyəti olmayan müəyyən padşahların qəbri olmuş olsun. Bunlar da ancaq məşhurluqla gəlib çatır və hamı da qəbul edir. Bu yəni bir metoddur. Bu özü bir üsuldur, bu özü bir dəlildir. Bunu din gətirməyib ki, sən dini ittiham edən dindarlar gəlirlər burada xurafatın dalınca gəlirlər. Bütün dünya bu cürünə qəbul edir. Hansısa 1000 il bundan öncə ölən bir dənə padşahın qəbrini indiyə qədər də deyirlər, bəli, onun qəbrini niyə? Nəsildən nəsilə ötürülür. Şifahi tarix olaraq biri digərinə ötürür, bir nəsil digər nəsilə ötürür. Və bu cürünə gəlib bizim əlimizə satıb həmin məlumatlar. Xanım Ruqayyə salamullahi aleyhada hətta bəzi böyük mərcə təqlidlərdən biri ki, qəbrinin ziyarətinə getmişdi neçə illər bundan öncə, indi mərhumdur özü. Orada verdiyi müsahibə ki var, müsahibədə həmin bu nöqtəyə bəzi qardaşlar anlamır ki, o nə demək istəyir. Müştəhid dəlil əsasında danışır. Deyir ki, şəriətdə hər bir şeyin özünün öz dəlilliyi var, dəlillik ölçüsü var. Ki, baxmazsan ki, nə qədər dəlilli. Həmin orada şöhrətin özünü getirir. Hətta hədis də getirir şöhrətin bəzi yerlərdə höccət olmasına, dəlil olmasına. Və misal kimi də xanım Ruqayyə salamullahi aleyhanın qəbrinə də getirir ki, həmin bu şöhrətin olmağı, nəsildən və nəsilə bu cürünə ötürülmək ki, bu xanım Ruqayyə salamullahi aleyhanın qəbridir, İmam Hüseyn əleyhissalamın bir balaca bir qızı vardı Şamda və faciəli şəkildə dünyasını dəyişib. Bu miqdarı, elə bu məşhurluq özü kifayət edir. Əlavə dəlillərə ehtiyac yoxdur ki, müraciət edilsin. Bu məşhurluq özü kifayət edir. Amma burada əlavə dəlillər var, bəli, əlavə dəlillər var. Yəni, xanım Ruqayyə salamullahi aleyhan olmasına. Bəziləri, məsələn, şübhə olaraq getirirlər ki, neçə dənə şübhə getiriblər xanım Ruqayyə salamullahi aleyhanın varlığı haqqında. Birinci, varlığının özünü deyən neçə dənə, məsələn, mənbələr var. Hələ bu hadisənin özünün olması, xanımın başına gələn müsibət özü ayrı bir məsələdir. Lakin sırf həmin bu xanımın özünün olması haqqında qədim mənbələrdən əgər getirsək, məsələn, İbn Funduq Beyhəqidir, 565-ci ildə vəfat edib, Hicri 6-cı əsrdə. Bir də bu nəsəbşünasdır. Çünki hər bir şey gərək o sahənin bir növ deyək ki, mütəxəssisinə müraciət edəsən. Ki, birinin belə bir uşaqlarının olubunu, yəni nəsəb ki var, nəsil ki, filan kesin nəsli kimlərlə davam edib və s. Bu nəsəb haqqında olan müəyyən bir elm var. Ərəblərdə belə bir elm vardı, qədim dövrdə. Hətta məlum olan budur ki, Peyğəmbərin dövründə belə bu elm mövcud idi. Qəbilələri bir-bir tanıyırdılar. Hansı qəbilənin nə qədər qolu var? Kim kimin övladıdır? Həmin bu nəsəb üzrə olan kitablar var. O kitablara müraciət etmək. Məsələn, onlardan biri İbn Funduq Beyhəqinin kitabıdır ki, 6-cı əsrdir. Ki bu İmam Hüseyn əleyhissalamın övladlarını sayarkən deyir ki, İmam Hüseyn əleyhissalamın övladları və s. və ilaxır neçə dənədir. Deyir, ixtilafən nəssabun fi ennəl məqdu. Deyir ki, nəssab alimləri ümumiyyətlə ixtilaf ediblər. Ki, İmam Hüseyn əleyhissalamın övladları haqqında. Birinci məsələn buna toxunur ki, görəsən öldürülən oğlan hansıdır? Yəni öldürülən Əli Əkbər ki vardı, bu doğrudan da ən böyüyü bu idi. Yəni İmam Zeynül Abidindən də böyük idi. Ona görə Əli Əkbər deyirdilər. Yoxsa İmam Zeynül Abidin ondan böyük idi. Çünki bəzi nəsəb alimlər deyirlər ki, ən böyüyü İmam Zeynül Abidindir. O ki, Əli Əkbər biz deyirik, o İmam Zeynül Abidindən sonraki oğuldur. Sadəcə onun Əkbər deyilməsi, o balaca uşaq öldürülür, əsğər ona nisbətən Əkbərdir.
İndi belə bir ixtilafı deyir və ondan sonra deyir ki, hər bir halda deyir ki, fəttəfəqə əksərul uləma, əksər alimlər ittifaq ediblər Kərbəlada öldürülən Əli Əkbərdir. İndi bu ayrıca bir mövzudur. Görəsən, doğrudan ən böyüyü idi, İmam Hüseyn ən böyük oğlu idi, yoxsa ən böyüyü böyüdü, ikinci idi. Amma sonra gəlir, övladlarını sayanda, qızlarını sayanda deyir ki, qızları özləri neçə dənədir? Biri Fatimədir, Ummuha Ummu İshaq binti Təlhə, ki, Ummu İshaq idi anası. Biri Səkinədir, Ummuha Rubab, ki, anası Rubab idi. Biri Zeynəbdir, Matət Səğirə, balaca olarkən dünyasını dəyişib və anası da Şəhrubanudur. Və bir də ki, Ummu Külsümdür, bu da uşaq ikən dünyasını dəyişib. Düzdür, sonradan gəlib bu 4 dənə ki, uşaqları sayır. Sonradan elə bir neçə səhifə sonra Beyhaqi özünün bu, bir növ deyək ki, Lübabul Ənsab əsərində həmin bunu deyir, 1-ci cilddə. 349-cu səhifə. Sonra gəlir 355-ci səhifədə gəlir deyir ki, Əmməl Hüseyniyyə, İmam Hüseynin qız övladlarına gəlincə, fəhum övladul Hüseyn ibn Ali. Bu Hüseyn ibn Alinin övladlarıdır. Və ləm yəbqa min övladihi illa Zeynul Abidin və Fatimə və Səkinə və Ruqayyə. Ki İmam Hüseyndən sonra onun övladlarından Fatimə, Səkinə, bir də Ruqayyə qalıb, bir də İmam Zeynul Abidin qalıb. Ancaq bunlar qalıb. Ki İmam Hüseyndən sonra qalan övladlarından sayır, xanım Ruqayyəni sayır onun içində. Bəziləri nəyə irad bildirir? İrad bildirir ki, qədim kitablara biz baxarkən belə bir, yəni bundan öncəki kitablarda belə bir qızın adı yoxdur, Ruqayyə adı yoxdur. Ruqayyə adı yoxdur demək, bu sonradan ortaya çıxır. Lakin, birinci budur ki, bu Ruqayyə adı, hələ görəsən, təkcə Ruqayyə adından işimiz yoxdur, görəsən Səkinə adı da bu cür nədir? Bu qızların adı idi, yoxsa ləqəbi idi? Çünki İmam Hüseyn əleyhissalamın bir adəti var idi. Təkcə İmam Hüseynə aid o dövrdə müəyyən bir adət vardı ki, ad qoyurdular və daizən ləqəb də qoyurdular. Amma İmam Hüseynin adəti nədən ibarət idi? İmam Hüseynin nə qədər övladı vardısa, yəni bəzi tarix məlumatlar bunu göstərir. Nə qədər oğlu vardısa, hamısının adını Əli qoymuşdu. Əli qoyub. Hətta bu barədə ayrıca, yəni bir var məlumdur onsuz da. İmam Zeynul Abidin adı Əlidir, Əli Əkbərin adı Əlidir, Əli Əsğərin adı Əlidir. Lakin, məsələn, əgər birdən dəlil olaraq baxsaq, görəcək, məsələn, bəzi hədislər var, deyir ki, məsələn, biri Muaviyyənin dövründə ki, Şeyh Kuleyni bunu kafidə nəql eləyir ki, Muaviyyə Mərvan ibn Həkəmin Mədinəyə hakim qərar vermişdi. Hələ Muaviyyənin dövrü, hələ Yəzidin dövrüdür. Deyir ki, bu ki, cavanları çağırırdı, bəzilərinə söhbət eləyirdi və bunlardan biri ki, bunun yanına yəni çağırmışdı. Onlardan biri Əli ibn Hüseyn idi, İmam Zeynul Abidin əleyhissalam. Mərvan deyir ki, Məsmuk. Deyir, adın nədir? Deyir ki, adım Əli ibn Hüseyndir. Mərvan soruşdu, fəqal məsmi əxik. Bəs qardaşının adı nədir? Deyir, fəqultu Ali. İmam Zeynul Abidin deyir ki, dedim, onun da adı Əlidir. Deyir, qalə Ali və Ali. Ma yuridu əbuk ən yədə əhədən min vuldi illə səmmahu Aliyyə. Dedi, Ali, sən aton nə istəyir? İstəyir ki, hər kim olsa adını Əli qoysun. Bu da niyə görə idi? Çünki Muaviyyə elə bir şey yaymışdı, Əmir əl-Müminin düşmən olaraq yayırdı. Hətta adını pisə çıxartmışdılar. İmam Hüseyn əleyhissalam ilə mübarizə aparmaqdan oturur, getirir, Əli qoyur. Mərvan deyir ki, aton nə istəyir? Bütün hamının adını Əli qoymaq istəyir. İmam Zeynul Abidin deyir ki, getdim atamın yanına və atama bu sözü dedim. Dedim, Mərvan belə bir söz deyir. İmam Zeynul Abidin əleyhissalam, İmam Zeynul Abidin nəql edir ki, deyir ki, atam mənə dedi ki, birinci Mərvan haqqında söz deyir, sonradan deyir ki, Lovvulidə li mi'ətun lə əhbəbtu ən la usammiyə əhədən minhum illə aliyyən. Əgər birdən 100 dənə də övladım olsa, 100-ünün də adını Əli qoyaram. 100 dənə övladım olsa, 100-ünün də adını Əli qoyaram. Bəzi yerlərdə hətta gələn, məsələn, sonra Gəzidin özündən bir dənə İbn Şəhraşub özünün Mənaqib kitabında deyir ki, həmin bu günlərdə ki, əsirləri getirilmişdilər Şama getirəndə Yəhya ibn Həsən deyir ki, Yezid İmam Zeynul Abidinə dedi ki, va əcəbə li əbik, səmma Aliyyən və Aliyyən. Dedi ki, aton niyə belə iş görüb hamını Əli adlandırıb? İmam cavab verdi, dedi ki, İnnə əbi əhəbbə əbahu fəsəmma bismihi mirara. Dedi ki, atam öz atası Əlini o qədər sevirdi ki, dəfələrlə də elə onun adını qoyurdu öz övladlarına. Və digər bəzi dəlillər, bəzi alimlərin nəqlinə əsasən İmam Hüseyn əleyhissalamın digər bir işi bu idi ki, qızlarının hamısının adını Fatimə qoysun. Fatimə. Ona görə də əgər birdən Ruqayyə adı bəzi yerlərdə yoxdursa, bəzi kitablarda gəlsə, bəzilərində gəlməyibsə, bu təəccüblü bir şey deyil. Çünki Səkinə xanımın da adını hələ bir çox bəzi tarixçilər deyir ki, adı Fatimə olub, Səkinədir, Ruqayyədir və s. bunlar ancaq ləqəb idi. Ləqəb kimi qoydurdu. Və yaxud da bəzən olurdu ki, ata bu adı qoyurdu, ana da biz çağırmaq üçün bir başqa bir ad kimi, bir ləqəb kimi bir şey qoyurdu. Ona görə də Ruqayyə adının olmaması nəyi dəyişir ki? Və ya istəyirsiniz əksinə bir dənə misal çəkim, Həzrət Əli Əsğər. Həzrət Əli Əsğər əgər gedin əksər tarixçilərə baxın, əgər bu nəzəri qəbul edir, çünki əksəriyyət deyir ki, İmam Hüseynin Aşura günündə bir dənə südəmər uşağı qətlə yetirilib. Bəzi tarixçilər deyirlər ki, o azı 2 dənə olub. Azı 2 dənə olub. İndi buna birazdan da toxunaram. Amma ən azından bir dənə olduğunu ki, əksəriyyət qəbul edib. Bəzi yerlərdə, yəni Əli Əsğər adı iləndir. Məsələn, gedin Ərəb ölkəndə və s. Abdullah adı iləndir. Və İmam Hüseyn əleyhissalamın Əbu Abdullah olması, Əbu Abdullahın atası bu ilə bağlıdır. Bir tərəfi budur.
Yaxşı, indi 2 dənə adı var deyə neyin hesabatan deyək ki, Həzrət Əli Əsqər olmayıb? Belə bir müsibət deyək ki, uydurmadır, sonradan çıxarılır. Bu dəlil sayılmır ki, neysə durub inkar eləyəsən. Və yaxud da necəsə şəkk eləyəsən. Ki, müxtəlif şəxslər və müxtəlif yerlərdə 2 dənə adı var. Bəzən filan adla tanınır, bəzən filan adla. Bu və dəlil sayılır ki, sabah sən o şəxsin var olmasını sual altına qoyasan. Təbii ki, həmin şəxsin var olmasını sual altına qoya bilməsin. Və həmçinin Beyhəqi kimisi ki, sonradan gəlir deyir ki, İbn Funduq Beyhəqi ki, övladlarının birinci, hətta maraqlı tərəfi də budur ki, birinci övladlarını sayarkən orada Rüqəyyə adını deməmişlər, amma sonradan övladlarını sayarkən Rüqəyyə adını deyir. Demək, həmin orada saydığı övladlarından biri budur. Sonra bəziləri bu dəlili getirir ki, axı Şeyx Müfid kimi alimlərə müraciət eləyərkən qədim alimlərdən görürük ki, İmam Hüseynin ancaq 2 qızının olduğunu deyiblər. Ona görə də bu 2 qızı da biri Fatimədir, biri xanım Səkinədir. Ki bunlar da heç biri xanım Rüqəyyə, yəni Şamda dünyasını dəyişən uşaqla uyğun gəlmir. Çünki Fatiməni evləndirmişdi Həsən ibn Həsənlə, İmam Həsənin oğlu Həsən Müsənna ilə, sonradan hətta təbə-təbai nəsli həmin o nəsildən gəlir. Və xanım Səkinənin də həyatı məlum. 2 dənə övlad varsa, demək Şamda əgər birdən vəfat edən balaca övladı varsa, bu balaca övladı gərək 3-cü olsun, belə bir məlumat deyir, qədim kitablar yoxdur. Halbuki qədim kitablara biz müraciət eləyərkən, məsələn, hətta maraqlısı budur ki, Əllamə Məclisiyə də bunu nisbət verirlər ki, Əllamə Məclisi belə ad deməyib, bəli ad olaraq deməyib, lakin Əllamə Məclisi özü belə Biharul Ənvarda 45-ci cilddə nəql eləyir, 331-ci səhifədə Kəşful Qümmədən. Kəşful Qümmə əsəri özü Erbilinin əsəridir. Ki, imamların tarixi haqqında ən mühüm əsərlərdən biri sayılır. 7-ci əsrin əsəridir. Görün nə deyir? Kəşful Qümmədə Erbili nəqləri deyir, Kəmaluddin ibn Təlhə deyib. Kəmaluddin ibn Təlhə də 6-cı əsrdə yaşamış fəqih və tarixçi alimlərdəndir ki, ən əsas kitablarından biri, onun məşhur kitablarından biri, Mətalibus Sul fi Mənaqib Alir Rəsul. Peyğəmbər Əhl-i Beyti haqqında yazdığı bir kitabdır. Adam da tarixçidir. Deyir ki, bu deyib ki, Kanə ləhu minəl ovlad zukuran və inatən əşrə. İmam Hüseynin oğul və qızları 10 dənə idi. 10 dənə. Sittətun zukur, 6 dənəsi oğlan idi. Və ərbə'u inah. 4 dənəsi isə qız idi. Baxın, oğlanları 6 dənə saymaq qəribə gəlməsin. Çünki dediyim ki, məsələn, Seyyid Cəfər Murtəza Amili kimi böyük bir tarixçi alim, bu ümumiyyətlə deyir ki, Aşura günündə 2 dənədən artıq hətta südəmər uşağı qətl etib. Çünki bəzi tarixlərdə var ki, həmin gündə, Aşura günündə zöhr vaxtı da bir uşaq dünyaya gəlmişdi. İmam Hüseynə son andan da bunu verirlər, azan iqam oxusun, o zaman vurub öldürüblər o uşağı. Bu, Həzrət Əli Əsqərdən ayrıdır. Həzrət Əli Əsqər südəmər idi. Yəni, bir müddət idi ki, dünyaya gəlmişdi. Bu göstərir ki, demək, övladları var, amma 4 dənə özdə deyir ki, 4 dənə qızı var. İndi bu övladlarını və s. bunları sayır. Düzdür, bəzilərini deyir ki, hətta Kərbaladan öncə dünyasını dəyişdiyi haqqında məlumat verir. Amma hər bir halda bunları sayandan sonra ki, halbuki 4 dənə dedi. Demək, 2 dənə deyil, 4 dənə saydı. O 4 dənədən bir də xanım Rüqəyyə salamullahi aleyha olma ehtimalı böyükdür. Və deyəcəm, sonradan ki, tarixi məlumatları yığarkən bəzən müxtəlif dəlillər yığıb ola bilər, tək-təkliyində dəlil olması. Amma bunların hamısını yığandan sonra artıq əminlik hasıl olur ki, belə bir şəxs olub, belə bir hadisə mövcud olub. Ona görə də bunların hamısını ayrı-ayrılıqda götürürük və bunların hamısını bir yerə cəm eləyirik. Hətta məsələ nədən ibarət? Məsələ budur ki, bu övladların sayı haqqında bu sözləri danışarkən Erbili ki, həmin bu Kəşful Qümmə əsərində bu övladların neçə dənəsini sayır? Qızları, yəni Fəzeynə və Səkinə və Fatimə. Hada qovlun məşhur. Özə deyir ki, bu məşhur bir qovuldur. Deyir, və qeylə kanə ləhu ərbəə bənin və bintan. Deyir, bəli, bəziləri deyiblər, zəif bir söz budur ki, onun 4 dənə oğlu, 2 dənə qızı olub. 2 dənə qızın olmasını deyir ki, bu, həm öz dövrü üçün deyir, deyir, bu zəif bir sözdür. Amma məşhur budur ki, 4 dənə qızı olub. Məşhur budur, 4 dənə qızı olub. Həmin bu şöhrət də tarixi məsələ üçün kifayət qədim tarixi kitablardandır. Və həmçinin təbii ki, bundan əlavə digər tarixi alimlərdən də məsələn xanım Rüqəyyəni qeyd edən olub. Məsələn onlardan biri Seyyid Muhsin Əmin özünün Əyan-ı Şia əsərində gəlir Rüqəyyə bint Hüseyn, Hüseynin qızı Rüqəyyə haqqında məlumat verir. Düzdür, qəbri haqqında danışır, deyir ki, qəbri ona nisbət verilir. Şamda bir nisbət verilən qəbir var və Allah ən yaxşısını bilir. Amma Rüqəyyə bint Hüseyni ki, ən azından İmam Hüseynə bu cürdə qızı nisbət verir və heç bir şək deyilmir. Çünki qəbri barəsində olan nisbəti dediyi kimi eləyə bilər ki, özü haqqında da sizin ki, bu nisbət verilir, tam sabit deyil. Bu, xanım Rüqəyyənin özünün var olması haqqında olan bir növ deyək ki, belə bir dəlillərdir, məşhur olması. Amma hadisəsinə gəlincə. Bəziləri istəyib ki, hadisənin özünə şəkk eləsinlər. Deyiblər ki, birinci var olmasına da şəkk eləyirlər, amma hadisənin özünə ki, belə bir hadisə olub, yoxsa yox. Yaxşı, şəkkin əsası nədir? Deyir, bu barədə ilk məlumat verən 6-cı əsrdə olan bir şəxs. Və düzdür, dediyim ki, birinci say məsələsini bir bunu da deyim, əlavə olaraq, bir növ bəyan dediklərimə əlavə eləyim. O da bundan ibarətdir ki, bir bunu da nəzərə almalıyıq ki, məlumat verilən şəxs qız övladıdır.
Və qız övladının ümumiyyətlə indiki dövrdən həmin dövrə eyni tutulmamalıdır. Hamı durub, məsələn, indiki dövrdə övlad dünyaya gələn kimi gəlirlər onu hardasa qeydiyyata alırlar və s. Məlum olur ki, bunun neçə dənə oğlu var, neçə dənə qızı var. Qədim dövrdə bu cür nə deyildi. Və qadın və qız o qədər də ictimaiyyətdə olmurdu. Olmuş olsa da tam örtülüdür. Ola bilər ki, kiminsə heç məlumatı olmasın ki, filan kəsin 4 dənə qızı var, ya ta özündən soruşmaya qədər və yaxud da ən yaxınlarından soruşmaya qədər bilməsin ki, onun 4 dənə qızı var, yoxsa 2 dənə qızı var. Çünki məlum deyil, həmin hadisəni indiki təsəvvürümüzlə baxmamalıyıq ki, indi hamı bilinirkən kimin neçə dənə oğlu var, neçə dənə qızı var. Tarixdə xüsusən həmin o qızların və qadınların örtülü olmasını da nəzərə alanda mümkündür kənarda olan bir nəfər ancaq 2 dənə qız haqqında məlumat olub 2 dənəsini yazıb, amma digərləri isə 4 dənəsi haqqında məlumat olub 4-ünü də yazıb. Amma hadisənin özü haqqında gələncə, hadisənin özünü ilk qeyd edilənlərdən biri Kamilül-Bəhai kitabında İmaduddin Təbəridir. 700-cü ildə vəfat edib, Hicri 700-cü ildə vəfat edib. Yəni Hicri 7-ci əsr alimlərindəndir. Ki bu bir növ deyək ki, həmin bu tarixi əsəri bir vəzir üçün yazır. Və orada bu hadisəni genişliyi ilə qeyd edir. Amma bəziləri nəyə şübhə edir? Deyir ki, axı biz bura baxanda görürük ki, bu hadisədə qızın adını qeyd eləməyib. Deyir ki, İmam Hüseynin bir qızı var idi. Şamda, indi hadisəni bilirsiniz, həmin o hadisəni danışır. Deyir, burada görürsünüz, burada Rüqəyyə adını demir. Yəni, burada Rüqəyyə adını deməməsi neysə hadisəni dəyişdirir ya dəyişdirmir. Tutam adını deməyib. Və yaxud ad burada nə qədər önəmlidir ki? Məsələn, bir nəfər deyir ki, tarixi kitablara baxın, bəzilərində hər yanda yazanda Həzrət Əli Əsqərin müsibətini bütün tarixi kitabda yazanda yazırlar ki, Əli adında oğlu vardı, öldürdülər. Və yaxud da Abdullah adında oğlu vardı. Deyirlər ki, Hüseynin bir dənə övladı vardı ki, Rəbiə idi, Südəmər idi. Bu miqdarı deyiblər. İndi nə var bunu deyiblər deyə, ad qeyd edəməyiblər deyə, sabahdan deyir ki, Əli Əsqərin müsibəti olmayıb. Ya şəkk edirik Əli Əsqərin müsibətinə, yox deyə bilmərsən ki. Çünki niyə? Əsas məsələ nədir? İstəyirsən adını Əli qoy, istəyirsən adını Abdullah qoy, nə qoyursansa qoy. Ağlayanda adı Əlidir, adı Abdullahdır deyə ağlamırıq ki. Müsibəti buna görə yada salmırıq ki. Müsibəti ona görə yada salırıq ki, Peyğəmbərin nəvəsinin bir Südəmər uşağı vardı, o Südəmər uşağı bu cürünə qətlə yetiriblər. Müsibəti buna görə eləyirik. İndi xanım Rüqəyyə salamullahi aleyha adını qeyd eləməyib. Bax, adını sən də demə. Deyək ki, Hüseynin belə bir qızı vardı, benim ağlayanda sırf Rüqəyyə adına görə ağlayırıq. Ya adı, məsələn, Səkinə olsaydı ağlamayacaqdı. Və ya adı Fatimə olsaydı biz onun müsibətini yada salmayacaqdı. Yəni, ad nə qədər önəmlidir ki, burada durub bunu, bütün məsələni, bu boyda hadisəni sual altına almaq üçün əsas biləsən. Hələ sonra gəlir ki, axı burada bu İmaduddin Təbərinin Kamilül-Bəhai əsərində yazanda deyir, yazmır ki, bunun 3 yaşı vardı. 4 yaşı olduğunu deyir. Hə, bəzi kitablara baxanda görür ki, yox, Tureyhi gəlir özünün müntəxəbində, bunun 3 yaşı olduğunu deyir. Bəziləri isə 5 yaşını deyir. Deyir, hə, bu da onu göstərir ki, demək, bu hadisə nəsə sual altındadır. Bax, necə sual altındadır? Məsələn, indiyə qədər daim eşitdiyimiz Həzrət Əli Əsqərin müsibətindən nədir? 6 aylıq. 6 ay sözü harada gəlir? Südəmər gəlir. Yəni, əksər tarixlərdə Südəmər gəlir. İndi biri Südəməri məsələn 3 ay qeyd edə bilər, biri 6 ay qeyd edə bilər və bu da normal bir haldır. Bu müsibətin neyini azaldır ki, nə dəyişdi burada? Özə bəziləri hətta istəyirlər ki, bu cürünə təqdim eləsinlər ki, baxın, Aşura haqqında təhriflər var. Deyir, bəzən düşmən istəyir ki, bunu aradan aparsın. Dostlar da sevgisindən neysə şişirdim. Nə şişirtmişik ki burada? Dedim ki, Südəmər uşağı indi 6 ay biri desə, biri 5 ay desə, nəsə şişirdilmiş nəsə olur. İlla da qız uşağıdır. Yəni, hal-hazırda hər birimizi götürək, tanışlarımızdan soruşaq ki, filan kəsin neçə yaşı var, hərə bir dənə yaş deyəcək. Biri deyəcək, nə bilim, 25 yaşı var, biri deyəcək, biraz çox görsən, 30 yaşı var və s. Bu o deməkdir ki, o adam yoxdur. Bu adam mövcud deyil. Baxı, heç bir yanda bir dəlil sayılmır. Hə, biri qız uşağıdır, hadisə də baş verib, biri baxıb indi boyuna, buxundan, ya o hadisəni görəndən nəqlənən, biri 3 yaşında yadda saxlayıb, 3 yaşında deyil, biri 4, biri 5. Nə dəyişir ki, yenə də balaca bir qızcığazdır, bu müsibət başına gəlir. Hadisənin təfərrüatı, deyir, hadisənin təfərrüatı fərqlidir. Bəziləri qeyd edir ki, bu hadisə baş verəndə, məsələn, deyir ki, başı quzağına getirmiş, orada dünyasını dəyişir. Amma yox, İmaduddin Təbəridə gəlir ki, başı götürdü, xəstələndi, dünyasını dəyişdi. Təfərrüata qalsa, Kərbəla hadisəsinə baxın, hətta İmam Hüseyn əleyhissalamın nə cürünə qətlə yetirməsində bir növ deyir ki, fərqlilik mövcuddur. Yəni, cüz'i belə fərqlilik tapacaqsan. Yenə də deməsə, Həzrət Əli Əsqərdə bəziləri var ki, meydana apardı, su istədi, bəzi məktəblər bunu yazırlar. Bəziləri yazırlar ki, xeyr getirmiş, onunla sağollaşırdı, o zaman ox vururlar. Bu ilə deyilməsə hadisə olunur. Və yaxud da Həzrət Əbəlfəz ağanın dünyasının dəyişməsi, yəni qətlə yetirilməsi. Bəziləri həmin o təfsilətlə yazır ki, getdi, məsələn, orada məsələn, birinci sağ qolunu keçdilər, biri sol qolunu və s. Bu hadisəni yazır. Luhuf sahibi, ən qədim, deyək ki, bizim məktəl kitablarımızdan da ancaq bu miqdarını yazır ki, gəldi İmam Hüseynin icazə istədi, getdi, şəhid oldu. Ancaq bu miqdarı yazır. İndi belə yazıb deyə sabahdan deyə Həzrət Əbəlfəz ağa olmayıb. Ya Həzrət Əbəlfəz ağanın müsibəti məsələ sual altındadır. Baxın, bütün bunların hamısını biz cəm eləyəndə
görür ki bütün bu iradlar, bəli, ola bilər ki, kiməsə buna görə, məsələn, yaxşının biri 3 qeyd edib, biri 5 qeyd edib, ona görə bunun ürəyində biraz şək qalsın. Şək qalıb, öz şəkkində qal. Və bunu insanlara durub bəyan eləmək, insanların da qəlbinə buna görə şək salmağa ehtiyac yoxdur axı. Ki, necə ki, nəql olunub Peyğəmbərdən, hətta bu bizim də bəzi kitablarda var, Əhl-i-Sünnə kitablarında da var. Peyğəmbər buyurur ki, la təclisu ində kullə alimin yəd'ukum ilə alimin yəd'ukum minəl xəms iləl xəms. Deyir ki, yalnız o alimin yanında oturun. Məsələ yanında oturmaqdan söhbət etməyə, qulaq asmaqdan söhbət. Ya alim nə deməkdir? Bilən. Ehtiyac yoxdur ki, lap böyük bir. Yəni elə bilən bir şəxsin yanında oturun və ondan məlumat öyrənin ki, sizi 5 şeydən 5 şey çağırsın. Onlardan biri nədir? Deyir ki, minəş-şəkki iləl-yəqin. Onlardan biri budur ki, sizi şəkdən yəqinə çağırsın. Yəni bilən şəxsin xüsusiyyəti budur ki, insanları şəkdən çıxartmalıdır, yəqinə yəni bir növ deyək ki, cəhalətdən elmə çıxartmalıdır. Yoxsa bildiyin bir məsələdə getirsən də sənin ürəyinə şək salsın, bu da elm olmadı ki. Bu elmi bir məlumat paylaşmaq olmadı. Bu ancaq şək salmaq oldu. Dediyim kimi, demirik ki, hansısa bir alimlərin şəkki, bəzi alimlər bunu qeyd edib, sonra da deyir ki, məni üçün burada bir növ deyək ki, tam sabit olmadı. Yenə də deyirəm, heç kim inkar eləməyib bu alimlərdən. Bu alimlərdən heç kim inkar eləməyib. Amma bütün bu dəlillərin hamısını yığanda, həmin bu qız haqqında olan qədim məlumatlarda, bəzilərində İmam Hüseynin ümumiyyətlə 4 dənə qızının olması, sonradan həmin o Ruqayyənin olması, nəsəb kitablarında bunun adının gəlməsi və həmçinin bu şöhrət ki, nəsildən və nəsilə ötürüblər, bu qəbrin özünün Şamda olması, hələ o qəbrin özünün başına gələn kəramətlər və s. ki, danışmırıq. O ayrı bir mövzu. Ki, bunların hamısını cəmi eləyəndə və başına gətirilən müsibətlərin hamısını oxuyanda insan üçün əminlik hasil olur. Həm şifahi tarixdən, həm də yazılı tarixdən. Bunların hamısını cəmi eləyəndə daha tarixi hadisə nə cür isbat olmalıdır? Tarixi hadisənin elə isbatı bu cür nədir? Müxtəlif qərinələri, müxtəlif dəlilləri toplayırsan, filan hadisənin baş verib verməməsi üçün səndə əminlik hasil olur. Bu əminlik özü kifayət edir. Ona görə böyük mərcə təqdirlərimizə xanım Ruqayyə sallallahu əleyhə barəsi sual verəndə bir dənə baxın görün nə cavablar verirlər. Hamılıqla gəlirlər, qəbul edirlər və düz də hətta bəziləri bu cür nə də cavab verir ki, bəli, adı müxtəlif ola bilər. Çünki alimdir, o da bilir ki, bu adının müxtəlif olmağı həqiqəti dəyişdirmir. Dediyim kimi biz Həzrəti Əliyə əsğər ağlayanda heç vaxt adı Əlidir deyə ağlamırıq və ya Abdullahdır deyə ağlamırıq. Və sırf 6 ay olduğuna görə ağlamırıq. 4 ay olsaydı məsələn ağlamayacaqdı və s. belə bir şeyimiz yoxdur. Biz sadəcə Əhl-i-Beytin başına gətirilən müsibətləri yad edirik. Xanım Ruqayyə sallallahu əleyhanın başına gətirilən müsibəti də məhz buna görə biz yad edirik. Yad edirik ki, Peyğəmbər Əhl-i-Beytinə nə cür zülmlər verildi. Bir halda ki, Allah Taala əmr eləmişdi. Əmr eləmişdi ki, Peyğəmbərin Əhl-i-Beytinə məhəbbət bəsləyin. Amma bu məhəbbətin bəslənməsi ilə yanaşı. Baxın görün, nə zülmlər elədilər.